Salam, efirdə xəbərlərdir. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin 6-cı nəsil döyüş təyyarəsi F-47 ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Ajmedia xəbər bildirir ki, rəsmi olaraq 21 mart 2025-ci ildə təqdim edilən bu təyyarənin eksperimental prototipləri artıq 5 ildir ki, səmada sınaqlardan keçirilir. Bu uzunmüddətli və gizli sınaq mərhələsi F-47-nin müasir hava döyüşlərində üstünlüyünü təmin etmək məqsədi ilə həyata keçirilən diqqətli və mərhələli inkişaf prosesini əks etdirir. Yeni F-47 təyyarəsi məşhur F-22 Raptor qırıcılarının yerini tutacaq və bununla da Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinin hava üstünlüyü konsepsiyasını növbəti mərhələyə daşıyacaq. F-47-nin əsas üstünlükləri uzaq məsafəli uçuş qabiliyyəti, yüksək səviyyəli radara görünməzlik texnologiyası, artırılmış texniki etibarlılıq və istismar rahatlığıdır. Təyyarənin ən diqqət çəkən xüsusiyyətlərindən biri də avtonom pilotsuz aparatlar, yəni dronlar ilə birgə fəaliyyət göstərmə imkanına sahib olmasıdır. Bu isə Amerika Birləşmiş Ştatlarının gələcək döyüş strategiyalarında insan və süni intellektin koordinasiyalı şəkildə işləməsi yönündə atdığı mühüm addım sayılır. F-47 layihəsinin icrası üzrə Boeing şirkətinə verilmiş sifariş son illərdə müdafiə sahəsində çətinliklərlə üzləşən şirkət üçün əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu sifariş yalnız Boeing'in hərbi aviasiya bölməsini canlandırmaqla qalmır, həm də Amerika Birləşmiş Ştatlarının qlobal təhlükələrə qarşı strateji mövqeyini gücləndirir. Hazırda F-47 prototipləri eksperimental mərhələdən aktiv yerləşdirmə mərhələsinə keçmək üzrədir. Bu isə Amerika Birləşmiş Ştatlarının gələcəkdə də aerokosmik texnologiyalar sahəsində liderliyini qorumağa qərarlı olduğunu göstərir. Sizinlə mən Şahin Seydov, Azərbaycan Yəhudi Media Mərkəzi. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.